Xocalı Son Toy sənədli filminin təqdimatı keçirilib. Qlobal Media Qrupun və Report İnformasiya Agentliyinin birgə ərsəyə gətirdiyi filmin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır. 1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı həm də neçə insanın ailənin sevincini əlindən alıb əbədi ağrıya çevrilib. Xocalı Son Toy bədii sənətli filmində də illər öncə vağzalsı yarımçıq qalan toyun sədaları yenidən eşidilir. Azad, abad Xocalı yenidən toy bayram əhval-ruhiyyəsinə bürünür. 18 yanvar 92-ci ildə Xocalının işğalından biraz əvvəl baş tutan bir toydan o toyun şəkli bizim cəmiyyətdə yayılmışdı. Biz də həmin o bəylə gəlini araşdırıb tapdıq. Yəni onların bir hekayəsinə qulaq asdıq. O toy bildiyiniz kimi sonlandırılmamışdı. Yəni adət-ənənəmizə uyğun vağzalı çalınmamışdı. Düşündük ki, həmin o heyəti aparaq Xocalıya, bəy gəlini və digər iştirakçıları və bu toyu sonlandıraq. Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır. Bir çoxları deyirdi ki, rəhmətə gediblər, şəhid olublar, əsir düşüblər. Biz onları axtardıq, tapdıq, günümüzdə də yaşadıqlarını müəyyənləşdirdik. Və onlara o günləri bir söz verdik ki, inşallah Xocalı alındığı gün biz sizin bu toyunuzu yarımçıq qalan bu vağzalının davamını Xocalıda məhz həmin yerdə çəkəcəyik, bir film alacağıq. Qeyd edək ki, layihə rəhbəri Qlobal Media Qrup İdarə Heyətinin sədri Elnur Abdullayev olan filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb. Fidan Səfər, İlkin Həsənov, Space xəbər.